hər birinizə xeyir-dua versin, deyirəm ki, yaxşısınız. Deməli, keçən həftə CBC kilsəsində idim, Şimali Karolinada, hansı ki daha əvvəl bura gəliblər və hər biri tanış olmuşsunuz. Baş pasları arındı və çox maraqlıdır. Orada millətlər paradı oldu. Həmin kilsədə missiya həftəsi idi və 25 fərqli millətdən insan sıraya girmişdi və bazar günü ibadətə çıxır, bir ayə oxuyurlar hər biri. Və həmin oxuyan ayə Romalılar 11:36 idi. İstəyirəm ki, İlhamdan xahiş edeyim həmin ayəni oxusun. Çünki hər şey mənbəyi odur. Hər şey onun vasitəsilə və onun üçün var oldu. Ona əbədi olaraq izzət olsun. Amin. Çox maraqlı idi ki, irqindən, dərisinin rəngindən, harda doğulduğundan, necə bir keçmişə sahib olmasına asılı olmayan 25 fərqli millətdən harası 40 nəfər var idi orada. Və hər biri bir sıra gəlirdi və öz ana dilində bu ayını oxuyurdu. Romalı 11:36. Və də oradan həmin bunu izləyəndə ağlıma və 7-ci fəsil 9-cu ayə gəldi. Hansı ki orada yazır ki, yayar böyük bir topluluq verir. Hansı ki saymaq olmur nə qədər insan var. Bu arada hər millətdən, hər qəbilədən, hər tayfadan, hər dildən insan var idi. Belə yazılıb. Və hər biri Rəbbə həmd oxuyur, Rəbbə ibadət edirdi. Onun adına səcdə qılırdı. Doğrudan belə ağlıma bu görüntü gəldi. Və onsuz ürəyimdə olan bir mövzudur, hansı ki istədim sizə bunun haqqında danışım ki, bu nə deməkdir? Romalı 11:36. Çünki hər şey mənbəyi olur. Hər şey ondan, onun üçün və onun vasitəsilə yaranıb. Və doğrudan bu ayı bizə göstərir ki, eyni zamanda həmin o görüntünü görəndə, millətlər paradını görəndə Allahın izzəti və onun ürəyi yalnızca bir xalq üçün ibarət deyil. Biz yaradılış 12-ci fəsildən, hətta dünyanın başlanğıcından görürük ki, Allahın ürəyi bütün millətlər üçündür. Allahın arzusu ondan ibarətdir ki, bütün millətlər, bütün insan, bütün xalq ona tərəf dönsün. Bütün xalqlar ona da iman etsin. Və yaradılışın məqsədi bundan ibarət idi. Çox maraqlıdır ki, Romalılar 11:36 Bibliyanın belə ən aydın ayələrindən biridir və bütün Bibliyanın məqsədini aşkar edir orada. Göstərir ki, hər şeyin mənbəyi odur. Yəni o yaradandır. Hər şey ondan yaranır. Hər şey onun vasitəsilə yaranır. Bunu bəhs edir. Yəni o sadəcə yaratmaqla qalmır, eyni zamanda yaratdığını saxlayan da Allahın özüdür. Və hər şey onun üçündür. Çox maraqlı ki, burada ən uca məqsədimizin belə Allah üçün olduğu qeyd edilir. Yəni bu ayə bizi izah edir ki, Allahın izzəti mövcud olan hər şeyin səbəbidir. Bizim burada olmağımızın, günəşin oradan çıxmağının, gecə ayın olmasının hər şeyin səbəbi Allahın izzətidir. Və yaradılmış hər şey bir şəkildə onun izzətini aşkar edir. Çox maraqlıdır. Paul Romalılarda yazır ki, yəni göylər Allahın izzətini bəyan edir. Yaradılışa baxın, yaradılış Allahın ehtişamını bizlərə elan edir. Çox sevdiyim bir ilahiyyatçı var, adı R.C. Sproul. O belə deyir. Deyir, həyatımızın ali məqsədi onu izzətləndirmək və daim onun adından söz almaqdır. Və onda bir sual yaranır ki, əgər hər şey Allahın izzəti üçün yaradılıbsa, onun ən böyük sual bundan ibarətdir ki, biz Allahın izzəti üçün necə yaşamalıyıq? Hansı ki, mən getməmişdən əvvəl əhdətlik dərsimiz var idi. Orada sizləri dəvət edirəm. Bilmirəm, artıq gecdir böyük ehtimal, amma gələn səfər növbəti qrupunuz üçün əhdətlik dərslərimizə qoşulasınız. Və ilk dərs yaradılış 1 və 2-ci fəsildə elə əsas mövzu bundan ibarətdir. Hansı ki, yaradılışın kökündə bu dayanır. Hər şey Allahın izzəti üçün mövcuddur. Biz bu praktikada gündəlik həyatımızda necə görsənir? Allahın izzəti üçün bizlər necə yaşamalıyıq? Buna keçməmişdən əvvəl istəyirəm həyatın məqsədi haqqında danışaq. Bizlər üçün həyatın məqsədi nədən ibarətdir? Zəbur 19-cu fəsil 1-ci ayı bizə izah edir ki, göylər və dediyim kimi Allahın izzətini bəyan edir. Yeşaya 43-cü fəsil 7-ci ayə yazır ki, Allah deyir ki, mən xalqları öz izzətim üçün yaratdım. Və Allahın izzəti elə onun mahiyyəti əslində. Yəni onun xeyirxahlığının, hikmətinin, qüdrətinin, paçlığının, bizlər üçün olan sevgisinin görünən ifadəsidir. Və çox maraqlıdır ki, yaradılışın 1-ci fəsil 26-cı 28-ci ayələri biz buna görürük ki, insan başqa bütün canlılardan, bütün yaradılışdan fərqli olaraq Allahın surətini daşıyır. Həmin bu ilahi sürət, yəni bu o demək deyil ki, biz fiziki olaraq Allaha oxşayırıq. Əlbəttə ki, yox, bu onunla əlaqəli deyil. Bu əslində ilahi sürətdən danışır. Yəni insan onun Allahın müqəddəsliyini, hikmətini, gücünü, ehtişamını, gözəlliyini, hökmranlığını əks etdirmək üçün yaradılır və buna da qadirdir.
Amma məsələ ondan ibarətdir ki, biz yaradılışda oxuyuruq ki, günah həmin bizlərdə olan bu surəti ləkələdi. Bizləri Allahdan ayırdı. Və Rəbbə minnətdarım ki, Uca Allahımız öz oğlu İsa Məsihi yer üzərinə göndərdi. Hansı ki, öz canlı çanlıqda qurban verdi və dirilməsi ilə bizi günahın pəncəsindən azad elədi. Bizlər həmin günahda ölü idik. Bizlər İsa Məsih olmazsa heç vaxt Allahın ehtişamını görə bilməzdik. Onun uzağında fərqinə vara bilməzdik. Amma Allah o qədər yaxşı Allahdır ki, biz günahkar olmamıza baxmayaraq, bir növ özümüzü onun düşmən etməyimizə baxmayaraq, etdiyimiz günahları yaşadığımız həyat tərzi ilə Allah bizi orada qoymadı. Allah icazə vermədi ki, Allah istəmədi ki, onun xalqı bu şəkildə tələf olsun. Amma öz vaxtı oğlunu qurban göndərdi. Ki bizlər yenidən ona tərəf qaydaq. Yaradılış 1-ci fəsil 26-28-ci ayələr bizə çox aydın bir şey izah edir ki, bizlər yer üzərində Allahın nümayəndələri olaraq yaradıldıq. Bizlər yaradıldıq ki, Allahın xarakterini əks etdirərək onun ehtişamını bütün dünyaya yayar. Onun izzətini bütün dünyaya bəyan edir. Yəni, hər şeyin kökündə elə bu məqsəd dayanır. Çox maraqlı soruşmaq istəyirəm, kim ən son vaiz kitabını oxuyur? Mənə çox maraqlıdır. Məsələn, keçdiyimiz ay və yaxud da son 3 ayda vaiz kitabını oxuyan var. Bir nəfər görürəm ki, vaiz kitabını oxuyub. Çünki vaiz kitabının ilk kəlmələri belə başlayır ki, hər şey puçdur. Hər şey puçdur. Yəni, siz təsəvvürlü kitabı açırsınız və ilk cümləli bu olduğunu görürsünüz. Kim oxumaq istəyir axı davamını? Necə insana kədərli ilə bir başlanğıc əslində. Amma vaiz kitabı bizə Allahsız həyatın nə qədər mənasız olduğunu, Allahsız həyatın nə qədər boş olduğunu bizə izah edir. Və çox maraqlıdır ki, vaiz müəllifi ayəyə mən olaraq başlayır. Yəni, öz təcrübəsi ilə, öz ağlı ilə, öz gücü ilə həyatın mənasını tapmağa çalışdığını izah edir. Və çox maraqlıdır, biz vaiz kitabı oxuyanda görürük ki, həmin bu axtarış narazılığa, ümidsizliyə və dalana gətirir, çıxarır. Çıxılmaz yola aparır. Və çox maraqlıdır ki, bunu yazan şəxs Süleymandır. Əgər Süleymanı bilmirsiniz, Süleyman həm peyğəmbər, həm də padşah idi. Və çox maraqlıdır ki, onun haqqında yazılır ki, o ən hikmətli insan idi. Və onun üçün belə deyilir ki, onun sərvəti o qədər böyüdür ki, yer üzərində heç kəs olmayacaq ki, onun qədər vardı olsun. Hər şey sahibidir. Və çox maraqlıdır ki, Süleyman öz vaiz kitabında yazır ki, o hər şey yoxladı. Dünyanın ən yaxşı musiqisini gətirdi. Dünyanın ən bahalı yeməklərini yiyirdi. Dünyanın ən bahalı şərabını içirdi. Dünyanın ən bahalı evlərinə sahib idi. Gördüyü işte uğur qazanırdı. Yəni, padşah olaraq müharibələr aparır, müharibələrə qələbə qazanırdı. Amma yenə də bütün bu şeylərə nail olmuş şəxs deyir ki, hər şey puçdur. Hər şey gəlib keçəndir. Çox maraqlıdır ki, bu puç sözü İbranicə həvəl deməkdir. Yəni, buxar, keçici, əldə tutula bilməyən. Yəni, Süleymanın demək istədiyi ibarətdir ki, dünyada olan bu zövqlər, bu, necə deyim, aldığımız ehtiras, yaşadığımız hisslər hamısı keçib gedərdir. Buxar kimi. Heç biri qalıcı deyil. Heç birini əldə tutmaq olmur. Vaiz 6-cı fəsil 2-ci ayədə Süleyman deyir ki, insan doymur. Bugün bu məqsədə çatsa, sabahsı gün digər məqsədən eləməyə çalışacağıq. Bugün buna nail olsaq, məqsədimiz sabahsı gün digərə nail olmaqdır. Daim nəsə nail olmağa çalışırıq. Daim istəyir ki, sərvətimiz artsın, işimizdə uğur qazanar. Bu məqsədlərə çap bitmir. Süleyman dediyi ondan ibarətdir ki, bu məqsədlərə nail olsaq belə, heç biri bizə axtardığımız, o boşluğu doldurmaq çalışdığımız qalıcı şey verə bilməyəcək. Vaiz 4-cü fəsil 4-cü ay yazır ki, insan rəqabətdən iləri gələn paxıllıq içərisində yaşayır. İnsan sadəcə öz uğuru dalsı qaçmır, amma başqasının uğurunu görəndə uğuru qısqanmağa başlayır. Paxıllıq içərisində ömür sürür. İstəyir ki, başqalarının nail olduğu şey elə özü nail olsun. Elə məhz ona görə də Vaiz 2-ci fəsil 10-11-ci ayədə deyir ki, hər şey puçdur. Hər şey gəlib keçəndir. Bütün bu həvəslər, bütün bu arzular heç biri qalıcı olan deyil. Yəni, Vaiz burada bizə öyrədir ki, Allahsız həyat bizi daha çox şey axtarmağa gətirib çıxarır. Həyatımızda boş qalan mərkəzi nə ilə doldurmağa çalışırıq hər gün. Amma hər dəfəsində daha az məna tapırıq. Çox maraqlı, dünya bizə izah edir ki, dünya bizə öyrədir ki, həyatın məqsədini tapmaq istəyirsənsə, birinci özümüzə baxmalıyıq.
Bəlkə belə vacib, məşhur psixoloqlar elə bunu deyirlər. Həyatın məqsədini tapmaq istəyirsənsə, birinci özünə bax, özünü axtar. Amma müqəddəs kitab sizə tamamilə fərqli bir iş yaradır. Çox maraqlıdır. Vaiz 7-ci fəsil 23-cü 24-cü ayədə belə yazılıb. Bu deyilənlərin hamısını hikmətlə sınadım. Hikmətli olacağım söylədim. Amma buna qadir olmadım. Hikmət deyilən şey çox uzaqda, çox dərindədir. Onu kim tapa bilər? Vaiz deyir ki, həyatım boyunca mən axtardığım şey hikməti axtardım. Amma heç vaxt nail ola bilmədi. Ondan çox uzaqda qaldım. Necə maraqlıdır? Çox maraqlıdır ki, Vaiz kitabında birinci fəsildən itibarən mən sözü daha çox işlənməyə başlayır 7-ci fəsilə qədər. Yəni, Vaiz kitabın başlanğıcından daim öz haqqında danışmağa başlayır. Hər keçən fəsil öz haqqında daha çox danışmağa başlayır. Daha çox biz mən sözünü istifadə edildiyini görürük. Daim özünə müraciət edir. Ta ki, Vaiz 7-ci fəsil 23-cü 24-cü aya qədər. Vaiz başa düşür ki, axtardığım ki, tapmağa qadir deyirəm. Axtardığım bu arzular, bu hisslər hamısı keçib gedəndir. Və biz Vaiz 7-ci fəsildə davam edərək, biz bu mən şəkilçinin azadlığını görürük. Biz görürük ki, Vaiz artıq özünə vurğu eləmir, amma artıq Allahdan danışmağa başlayır. Çünki çox maraqlı ki, o başqa bir səs eşidir. Biz Vaizdə bunu görürük. Hansı ki, bu Allahdan gələn hikmətdir. Birincisi odur ki, Vaiz bizə öyrədir ki, 3-cü fəsil 1-8-ci ayələrdə həyatımızda olan hər mövzusunu qəbul edir. Çünki Vaiz bizə öyrədir ki, Allah hər şey öz vaxtına uyğun yaradır. Həyatımızda çətinlikdən keçiriksə, həmin bu mövzusunu Allahdan hədiyyə kimi qəbul etməliyik. Allahın zamanlamasına etibar etməliyik. Bilməli ki, hər şey vaxtında uyğun yaradan odur. İkincisi odur ki, biz yaradılmış olduğumuzu qəbul edirik. Biz başa düşək ki, bizlər Allah deyilik. Bizlər başa düşməliyik ki, bizlər faniyik. Yəni, hər şeyin mənbəyi, hər şeyə məna verən Allahın özüdür, bizlər deyilik. Ona görə həyatın mənasını axtarmaq üçün kainatın yaradıcısına müraciət eləməliyik, özümüzə yox. Və üçüncü dərs ondan ibarətdir ki, Vaiz 5-ci fəsil 18-ci 20-ci ayda bunun haqqında yazılır. Allahın verdiyi payda razı ol. John Piper'ın çox sevdiğim bir sözü var, belə deyir. Deyir ki, bəzən ümid etdiyin həyatın baş vermədiyinə görə dərindən ağla. İçkilərə yas tut. Ağrını hiss et. Sonra üzünü yuyub Allaha güvən. Və onun sənə verdiyi həyatı qucaqlayıb qəbul elə. Yəni, Vaizin vermiş istədiyi mesaj bunlar ibarətdir. Vaiz 5-ci fəsil 18-ci 20-ci ayələr bunun haqqında yazılır. Bax, oxuduğum sözü John Piper'ın sözüdür. Hansı ki, çox məşhur pastordur, kilsəsi Minneapolis yerləşir. Belə təkrar istəyirəm. Deyir, bəzən ümid etdiyin həyatın baş vermədiyinə gəlin dərindən ağla. İçkilərə yas tut. Çünki həyatımızda daim içkilər olur. Burada müəllim bizə öyrədir ki, içkilərimizi yas tutmalıyıq bizlər. Ağrını hiss eləməliyik. Sonrasında üzümüzü yuyub Allah'a güvənməliyik. Və onun bizlərə verdiyi həyatı qucaqlayıb qəbul eləməliyik. Çox maraqlıdır ki, Vaiz 12-ci fəsildə hər şeyin mənasını tapdığını bizlərə göstərir. 7 fəsil boyunca daim özündən danışır. Bizlərə göstərir ki, həyatın mənasını bizlər özümüzə tapa bilmərik. Həyatımızda baş verən bu duyğular, arzular hamısı gəlib keçəndir. Vaiz 12-ci 13-cü fəsildə elə hər şeyin təməlini qoyur. Yazır ki, Allahdan qorx və onun əmrlərini əməl elə. İnsanın elə ali məqsədi bundan ibarətdir. Rick Warren adlı çox sevdiğim bir pastor var. O belə deyir, Allahsız həyat mənasızdır. Çünki bizlər Allahın izzəti üçün yaradılmışıq. Bizlər Allahla daimi ünsiyyətdə olmaq üçün yaradılmışıq. Və bizdən Allah həyatımızda nə ilə əvəz eləməyə çalışsa, hər bir şey boş qalacaq. Çünki bizə məqsədimizi verən elə o özüdür. Deməli ki, biz Allahın izzəti üçün var olmuşuqsa, ona cavabımız ibadət olmalıdır. Biraz bunun haqqında danışmaq istəyirəm. Çünki bizlər bu termindən çox istifadə edirik. Məsəl üçün, bazar günü ibadətinə gəlir deyirik, düzdür, ibadətə gəldik. Amma doğrudan bu söz nədən ibarətdir? İbadət sadəcə bizim həftədə bir dəfə elədiyimiz şeydir. Yoxsa həyatımızın təməlidir. Biz başa düşməliyik ki, ibadət sadəcə bazar gündən ibarət deyil. Yenə təkrarlayım ki, bizlər Allahın izzəti üçün var olmuşuqsa, Allah bizlər öz izzəti üçün yaradıbsa, bizlər bu izzətə, bu məqsədə cavab verməliyik. Həmin cavab özünü ibadətdə tapır. Yəhya 4-cü fəsil 23-cü ayə oxuya bilərsən? Amma o zaman gəlir və artıq gəlir ki,
həqiqi ibadət edənlər, Hı. əgər ruhlar da həqiqətli ibadət etsin. Ata da özünə belə ibadət edənlər axtarır. Çox gözəl. Çox vaxt müqəddəs kitab üzəridir ki, deyir ki, Allah belə ibadət edənləri axtarır. Yəni ibadət sadəcə Allah'a oxuduğumuz ilahilər və ya da ki, bazar günü 2 saatlıq olan xidmətdən ibarət deyil. Əksinə bizlərin həyat tərzidir. Yəni istəyirəm ki, Yəhya 4-cü fəsil 23-cü ayədə istifadə olunub ibadət sözünə müraciət edək. Hansı ki, Yunanca bu söz proskineo deməkdir və sözün hərfi mənası üzünü yerə qoymaq, səcdə eləmək deməkdir. Yəni bu birinin qarşısında tam təslimiyyətlə əyilmək, hakimiyyəti qəbul etmək, həmin şəxsə sən daha böyüksən, mən isə kiçiyəm deməkdir. Yəni bu o deməkdir ki, biz Allahın qarşısında diz çökürük və Allaha tam hörmətlə yanaşırıq və deyirik ki, sən ən böyük olansan, bizlər isə kiçiyik. Bunun daxili mənası isə ürəyin Allaha olan təslimiyyətidir. Yəni proskinio sadəcə fiziki olaraq Allahın qarşısında əyilmək deyil, amma doğrudan deməkdir ki, ya Rəbb, sənin iradən mənim iradəmdən daha böyükdür. Deməkdir ki, ya Rəbb, sənsin var olan Allah, hər şeyin yaradanı, hər şeyə məqsəd və məna verən, mən sizə deyiləm. Yəni bu o deməkdir ki, bizlər qəlbimizdə, düşüncələrimizdə və seçimlərimizdə daim Allahı öncəlik olaraq tuturuq. Yəni ibadət insanın ürəyindən Rəbbə dəyər verməsi, insanın ürəyinin Rəbbə tərəf yönəlməsi və tamamilə təslim olması deməkdir. Və deməli, burada iki terminlə istifadə olunur. Ruhda və həqiqətli ibadət etmək. Bunun haqqında danışmaq istəyirəm. Deməli, ruhda dedikdə ibadətin xarici olmadığını, daxili bir gerçəkliyi olduğundan danışır. Deməli, John MacArthur belə deyir, hansı ki, belə bəlkə son 200 ilin ən böyük ilahiyyatçısıdır. O belə deyir. Ruhda sözü müqəddəs ruha yox, insanın daxili varlığına, ürəyinə aiddir. Yəni, ibadət, zahiri rituallar, məkan və formalardan ibarətdir qəti olaraq. Yəni, məzmur deyir ki, bizə Allah ibadət etmək üçün hər bazar gün yalnızca bura gəlir və 2 saat burada olar. Lazımdır ki, xüsusi bir vaxt olsun, xüsusi bir məkan olsun, orada gedək və Allah ibadət edək. İbadət bizim ürəyimizin Allaha olan münasibətidir, səmimiyyətidir və təslimiyyətlə Allaha cavab verməkdir. Yəni, ibadət bizim nə oxuduğumuz və yaxud da ki, pasif vəzifir biz onu dinləyədən qəti olaraq əlaqəli deyil. Və biz müqəddəs kitabı oxuyanda görürük ki, Allah yalnız ürəkdən gəldiyi ibadəti qəbul edir. Hansı ki, biz bütün ürəyimizdə dərk edirik, qəbul edirik ki, var Allah odur. Və bizlər daim onun iradəsi öz həyatımızı əziz tuturuq öz miskindən. İkincisi, həqiqətdə sözünü istifadə edir, həqiqətli ibadət eləməliyik. Deməli, həqiqətli ibadət isə doğru anlayışa və Bibliyaya əsaslanan ibadət deməkdir. MacArthur bunun haqqında deyir ki, həqiqətdə sözü ibadəti müqəddəs yazılara uyğun olması deməkdir. Yəni, ibadət sadəcə hisslərdən və yaxud emosiyalardan ibarət deyil. Həqiqətə Allahın sözü ilə açılanan kimliyə əsaslanmalıdır. Çünki bizim ibadətimiz öz hisslərimizi, emosiyalarımızı doğrudan əsaslansa vay bizim halımıza. Çünki emosiyalar gəlib keçəndir. Bizə bir səhər uyandığında xoşbəxtdik. Digər səhərimizi çox kədərliyik. Bizlər hiss edə bilərik ki, Allah bugün bizdən çox uzaqlardadır. Bizlər öz xilasımızı sorğulaya bilərik. Bizə şübhəyə düşə bilərik. Amma heç biri var olan həqiqəti yansıtmır əslində. Yaşadığımız hisslər, ona görə bizim ibadətimiz gəlib keçən hisslərə əsaslanmamalıdır. Amma müqəddəs kitaba əsaslanmalıdır. Çox maraqlıdır ki, biz Matta 28-ci fəsildə biz bunun haqqında görürük ki, İsa Məsih çarmıxa çəkilir, 3-cü gün dirilir, şagirdlər onu görürlər canlı olaraq, fiziki olaraq dirilir, şagirdlər onun hüzuruna gəlirlər, onun yanına gəlir, daha qalxırlar, onlar səcdə edirlər hamısı. Amma maraqlıdır yazılıb ki, bəzən şübhə eləyir, bəzən hələ şübhə eləyir. Amma çox vaxt yazılıb ki, hamısı səcdə eləyir. Şagirdlərdən bəzi şübhə etməsinə baxmayaraq, hamısı Rəbbə səcdə eləyirlər. Bu bizdən aydın mesaj verir ki, bizim Allah'a olan bağlılığımız, ibadətimiz gəlib keçən duyğulardan, yaşadığımız şübhələrdən ibarət olmamalıdır. Amma müqəddəs yazılara əsaslanmalıdır. Yəni, Yəhya 4:23-ə əsasən doğru ibadət bundan ibarətdir. Nə musiqidir, nə ritualdır, nə də hər hansı bir məkanla bağlıdır. Bu ürəkdən gələn təslimiyyət deməkdir. Və Allahı Bibliyaya uyğun olaraq tanımaqdır.
Və sual ibarətdir ki, İsa niyə Samara ilə qadına bunu deyirdi? Çünki ibadət onu izah edir ki, yer məsələsinə gəlir. Biz bütün konteksti oxusaq başa düşürük ki, orada Samara ilə qadın bir məkana müraciət edir və deyir ki, o məkanda ibadət eləmək lazımdır. İsa Məsih isə onu öyrədir ki, ibadət üçün yer və məkan lazım deyil. Xüsusi bir ritual lazım deyil ki, o şəkildə dua eləyəsən. Amma əsas məsələ kimə və necə dua etdiyindir. Var olan Allaha və səmimi qəlbdən. Yəni, önəmli olan bizim bugün Yerusəlimdə, İsraildə və yaxud da xüsusi bir yerdə, Azərbaycanda dua eləməyimiz deyil. Amma ruhda və həqiqətdə ibadət edib səcdə eləməyimizdir. Hansı ki, bu ibadət həyatımızı Allaha yönətmək deməkdir. Yəni, ibadətin məqsədi diqqətimizi Allaha yönətmək, məhəbbətimizi ona ifadə eləmək və ənamlarımızı, qabiliyyətlərimizi, bacarıqlarımızı onun ixtiyarına verməkdir. Yəni, bizə ibadət dedikdə, bu deməkdir ki, bizə diqqəti həyatımızın mərkəzi özümüzdən götürürük və Allah həyatımızın mərkəzinə qoyuruq. Bu ibadət bizim sevgimizi, arzularımızı və öncəklərimizi dəyişdirir ya da başqa bir sözlə bərpa edir. Bizim Allah olan ibadətimiz məcburiyyətdən əmələ gəlməməlidir. Əksinə sevincə də olmalıdır. Allah istəyir ki, bizim ibadətimiz sevgi, minnətdarlıq və zövq edilsə, Allaha borclu olduğumuz yox. Bizim ibadətimiz Allahın ehtişamına, nə qədər yaxşı olduğuna cavab olmalıdır. Sevinç olan bir cavab olmalıdır. Zəburda yazılır ki, dadın və görün Rəbb nə qədər yaxşıdır. Müqəddəs söz bizə öyrədir, izah edir ki, bizim Allaha olan ibadətimiz həmin bu sevgidən, Allaha olan ehtişamımızdan, heyrətliyimizdən, necə deyim, onun huzurunda heyrətamiz olmağımızdan yaranmalıdır. Yəni, ibadət dedikdə, bu insanın Allahdan zövq alması həqiqətən, onun yaxşılığından, ucalığından zövq almaqdır. Yəni, təkcə bazar günləri 15 dəqiqə, 20 dəqiqə mahnılar oxumaqdan ibarət deyil. Ona əksinə, dərin, bütün qəlbimizlə, düşüncələrimizlə, vaxtımızla sevməkdir. Və ibadət Allah üçün yaşamaqdır. Yəni, həftənin 7 günü əslində, sadəcə bazar günləri ibarət deyil. Çox maraqlı, belə bir söz var, hansı ki, ən sevdiyim cümlələrdən biridir. Belə deyir, həyatımızda edə biləcəyimiz ən böyük nailiyyət Allahın izzəti üçün yaşamaqdır. Sizə təkrar edəm də, həyatımızda edə biləcəyimiz ən böyük nailiyyət Allahın izzəti üçün yaşamaqdır. Çünki elə başlıca olaraq elə yaratma məqsədimiz də odur. Və biz başa düşməliyik ki, bizim var olan Allahımız elə buna tamamilə olaraq layiq olandır. Kimdir daha ondan yaxşı olan? Kimdir Allahdan daha uca olan? Kimdir ondan daha böyük bir məhəbbətə sahib olan? İsa Məsih həvarilərə deyir ki, heç kəsin məhəbbəti dostları uğrunda canlı qurban verən adamın məhəbbətinə üstün ola bilməz. Yəni İsa Məsih deyir ki, heç kəs mənim siz sevdiyim qədər siz sevə bilməz. Heç bir məhəbbət bundan üstün ola bilməz. İbadət əslində bir həyat tərzidir. Rəbbə, ya Rəbb, sən bütün izzətə, bütün həyatımı əbədi olaraq layiq ola deməkdir. Romalılar 12-ci fəsil 1-ci ayə oxuya bilərsiniz, zəhmət olmasa. Beləliklə, ey qardaşlar, Allahın mərhəməti xatirinə sizə yalvarıram ki, bədənlərinizi diri, müqəddəs və Allahı razı salan bir qurban olaraq ona təqdim edin. Bu sizin ağırla etdiyiniz ibadətdir. Necə maraqlıdır, yazıb ki, bədənlərinizi diri, razı salan qurban olaraq Allaha təqdim eləyin. Yəni, özünü Allaha təqdim eləmək ibadətin əsas mahiyyətdən ibarətdir. Necə maraqlıdır, yazıb ki, Allahın mərhəməti xatirinə bunu eləyin. Yəni, bunu eləyin ona görə ki, çünki o ən mərhəmətli olandır. Onun qədər yaxşı olan yoxdur. Və çox maraqlı, bizə İbrahimin həyatına baxanda, ümumiyyətlə, Yaradış 12-ci fəslənin 22-ci fəslə qədər, hansı ki, növbəti həftə əhdətlik dərsinin mövzumuz budur. Biz birinci patriarx İbrahimdən danışacağıq. İslamın haqqında qısa bir rəqam da verim sizlərə. Çox maraqlı, biz görək İbrahimin həyatını tamamilə Allaha itaət və ibadətdən ibarət olduğunu görürük. Allah İbrahimə dur və sənə göstərdiyim əraziyə get dedi. İbrahim əldə etdiyi sadəcə bu məlumatla ata evini tərk elədi. Şöşünü götürdü və Allahın iradəsinin ardınca getdi. Kim maraqlıdır ki, Allahın ona verdiyi məlumat sadəcə bundan ibarət idi. O isə Allaha etibar elədi. İbrahim ömür boyu övlad gözlədi. Allah ona övlad bəxş elədi. Və sonrası dedi ki, övladını mənə qurban olaraq təqdim elə. Necə maraqlıdır, hə? İbrahim neyini? Biz nə yəqin onun yerində olsaq?
İbrahim övladını götürür, dağa çıxır ki, Allah'a qurban getirsin. Allah'a qurban versin. Əlbəttə ki, hekayənin davamında görürük ki, Allah bir qoç getirir. Hansı ki, İbrahim onu qurban edir. Bu əslində məscid ala gəldi. Biz görürük ki, bizlər öz ilhamımız uğrunda qurban getməliydik. Amma İsa Məsih qurbanlıq quzu kimi gəlir və öz canını qurban verir bizlər üçün. Çox maraqlıdır ki, Pasiyades bölüşəndə daim sevgini itaət və etibar əlaqələndirir. Yəni sevgi itaət və etibardan ibarətdir. Bizlər Allaha etibar edirik və Allah etibar etdiyimizə görə ona itaət edirik. Yəni ibadətin əsası da bundan ibarətdir. Yəni Allah həyatımızın bir hissəsini yox, amma bütün hissəsini, tamamını istəyir. Yəni Allah demiyor ki, yəni özünüzün bir hissəsini Allaha qurban olaraq verir, amma bədənlərinizi diri qurban olaraq Allaha təqdim edin yazdı. Diri və rahat qurban olaraq təqdim edin. Yəni əgər ibadət özünü təqdim eləməkdirsə, ibadətin mərkəzi bu sözdən ibarət. Hansı ki, bu söz təslim olmaq deməkdir. Biz görürük ki, ibadətin ürəyi əsl təslimiyyətdir. Yəni Allaha təslim olmaq ibadətin əsas qəlbidir. Romalılar 12-ci 1-ci fəsil yazır ki, Allahın mərhəmətinin xatirəsə yalvarıram. Yəni təslimiyyət bizim Allahın məhəbbətinə və mərhəmətinə verdiyimiz cavab əslində. Və bizim gündəlik həyatımızda təslimiyyətə mane olan 3 şey var. Bunlar qeyd almışam. Birincisi ondan ibarət ki, qorxu. Bizlər sorğuluyuruq ki, Allaha etibar edə bilərəmmi? O deməkdir ki, bizlər Allahın ucalığına şübhə edirik. Biz fikirləşirik ki, Allah buna qadir olandırmı? Bu deməkdir ki, bizlər hələ də imanda kamil olmamışıq. İmanda möhkəmləşməmişik. Çünki 1-ci Yəhya 4:18 yazır ki, kamil sevgi qorxunu qovur. Əgər bir də kamil sevgi varsa, onda qorxu yoxdur. Əksinə, tamamilə iman var. Yəni bizlər Allahın sevgisini nə qədər dərindən başa düşsək və tanısaq, təslim olmaq bizim üçün bir o qədər asan olur. Çünki biz başa düşürük ki, Allah verdiyi vədəyə sadiq olan Allahdır. İkinci səbəb ondan ibarət, ikinci mane ondan ibarət ki, qürur. Bizlər insanlar olaraq nəzarəti daim öz əlimizdə saxlamaq istəyirik. Bizlər həyatımız boyu mübarizə aparırıq ki, Allah mübarizə aparırıq əslində həyatımızın tamamını verməmək üçün. Və R.C. Sproul çox maraqlı bir söz deyir ki, hər bir günah Allahdan müstəqillik bəyanıdır. Bizə hər günah etdiyimizdə bizə bəyan edirik ki, ya Rəbb, mən müstəqiləm səndən, mən səndən asılı deyiləm. Üçüncüsü ondan ibarətdir ki, yanlış anlayış. Bizlər təslimiyyəti necə başa düşürük, təslim olmağı? Qələbə çalmağın ən dəyərli nailiyyət olduğu dünyada təslim olmaq məncə hər birimiz üçün ən son seçimdir. Bu dünya daim yarışı birinci bitirmək, daim qələbə çalmaqdan ibarətdir. Amma çox maraqlıdır ki, müqəddəs kitab bizə öyrədir ki, Rəbbə təslim olmaq lazımdır. Öz həyatlarımızı Rəbbə həsr eləməliyik. Necə maraqlıdır ki, Məsih dünyanı alt-üst eləyir. Yəni dünyanın dəyərləri Allahın dəyərlərinə uyğun gəlmir əslində. Və müqəddəs kitab bizə öyrədir ki, təslimiyyət sülhə gedən yeganə yoldur. Yəni təslimiyyət zəiflik deyil, məsuliyyətdən qaçmaq deyil, passivlik, emosional impuls və yaxud da ki, şəxsiyyəti itirmək deyil əslində. Təslimiyyət Allahın yaşlığına güvənmək, öz iradəmizi, onun iradəsinə təhvil vermək, planlarımızı, arzularımızı, qorxularımızı ona təslim eləmək deməkdir. Biz bunun ən böyük nümunəsini Getsemane bağında görürük. İsa Məsih Romalı əskərlər tərəfindən tutulmamışdan əvvəl onun dua etdiyini görürük. Çarmıxa çəkilməmişdən əvvəl dua etdiyini görürük. Və çox maraqlıdır ki, İsa Məsih dua edəndə israr bir doğru etdiyi yazılır. Çünki qarşılığında nə qədər böyük bir əzab gözlədiyini başa düşürdü. Amma onun duası bundan ibarət edir. Mənim deyil, ya Rəbb, sənin ibarət. Sənin iradən olsun. Yəni bu ən çətin anda ən mükəmməl təslimət nümunəsidir. Allahın bizlərdən gözlədiyi budur ki, bizlər öz iradəmizi, öz planımızı, öz arzularımızı onun əlinə həsr edək. Və sonundan ibarət gündəlik həyata təslimiyyət, Allaha təslim olmanızı görsənir. Bunu 5 hissəyə ayırmışam. Hansı ki, bu təslimiyyət bizləri Allahı izzətləndirməyə gətirib çıxarır. Yəni bizlər Allahı necə izzətləndirə bilərik gündəlik həyatımızda? Bunu 5 hissəyə ayırmışam. Birincisi ondan ibarətdir ki, Allaha ibadət eləməkdə. Bunun vəzin elə böyük hissəsi bunun haqqında danışdıq. Bu bizim ilkin məqsədimizdir. Allahı bütün qəlbimizlə sevmək. Bütün Allahın ürəkdən bağlı olmaq. Yəni ibadət insanın sevgisinin
Allah'ta mərkəzləşməsidir əslində. Necə ki, Matt 22-ci fəsil 37-ci ayə bizə öyrədir ki, Rəbb Allahı bütün qəlbinlə, bütün gücünlə, bütün düşüncənlə sev. Yəni, ibadət Allahın dəyəri nə qədər böyük olduğunu başa düşməkdir. İkinci odur ki, ikinci yol, gündəlik olaraq Allahı izzətləndirməyimizdə, imanları sevməklə. Müqəddəs kitab bizi aydın olaraq izah edir ki, sevgi Allahın təbiətidir. Yazılır ki, Allah məhəbbətdir. Məhəbbət Allahın atributlarından biri deyil, amma kimliyinin əsasıdır. Yəni, onu əks etdirən ən böyük yol, onun bizləri sevdiyi kimi bizim birimizi sevməyimizdir. Necə ki, Məsih bu əmri o şagirdlərinə verdi ki, mənim siz sevdiyim kimi siz də birinizi sevin. Bizlər gündəlik olaraq birimizi sevərək görədə olan atamızı izzətləndirik. Və kilsədə olan bu sevgi, bu birliyi Allahın xarakterini dünyaya göstərir. Üçüncü ondan ibarətdir ki, Məsihə bənzəmək. Hazır ki, fikirləşən ki, bunun hamısının mərkəzindədir, onu üçüncü sıraya qoydu. Hamısının ortasında yerləşir. Yəni, Allahın məqsədi bizlərə rahat ömür vermək deyil. Allah bizlərə rahat ömür sürəcəyimizi qəti olaraq vəd eləməyib. Əgər kimsə belə bir vəz edirsə ki, Allah istəyir ki, siz rahat ömrə sahib olasınız, bu müqəddəs kitaba uyğun deyil. Əminəm ki, belə vəz edənlər çoxdur. Allah istəyir ki, bizlər müqəddəsliyə can atan ömür sürək. Allah istəyir ki, bizlər gündəlik həyatımızda Məsihə daha da çox bənzəyək. Allah istəyir ki, biz Məsihin sevdiyi kimi birimizi sevək. Onun bağışladığı kimi birimizi bağışlayaq. Biz Məsihə daha çox bənzədikcə, Allahımızı o qədər daha çox izzətləndirməyə başlayırıq. Dördüncü ondan ibarət ki, birimizə xidmət eləməklə, başqalarınıza xidmət eləməklə. Gündəlik olaraq Allahı necə izzətləndirə bilərik? Dördüncü ondan ibarətdir ki, başqalarına xidmət eləməklə. Allah hər birimizi öz yaxşı iradəsi üçün xüsusi şəkildə formalaşdırıb. Yəni, hər birimizə xüsusi ruhani ənamlar, qabiliyyətlər və doğrudan hər birimizə unikal şəxsiyyət verib. Və Allah istəyir ki, bizlərə verdiyi bu ruhani ənamlarla bizlər birimizə xidmət eləyək. Biz bunun ən uca nümunəsini Mark 10-cu fəsil 45-ci ayədə görürük, ehtiyacaq da oxumağa. Hansı ki, İsa Məsih şagirddən ayaqlarını yuyur. Və çox vaxt yazıb ki, bəşər olaraq xidmət olunmaq üçün yox, amma xidmət eləmək üçün gəlib. Eynisini bizlərə vəd elədi. Eynisini bizlərə əmr elədi ki, bizlər bu şəkildə ömür sürək. Birinci olmaq istəyən sonuncu olsun. Ən qabaqda getmək istəyən xidmətçi olsun. Bir-birimizin ayaqlarını yumalıyıq. Yəni, sözün əsl mənası demirəm, amma bu münasibəti göstərməliyik. Biz bu dündən Yusifdə görə bilərik məsələn. Yusif həyatı boyu hansı çətinlikdən keçməsinə baxmayaraq daim hər yerdə sadiq şəkildə xidmət edirdi Allaha. Eyni zamanda da ki, Allahın xalqına. Necə maraqlıdır. Həbsxanaya düşdü, orada belə xidmət edirdi. Əminəm ki, bir çoxlarımız bundan vaz keçərdik. Etmədiyi suça görə adam həbsxanaya düşür və daim orada belə Allahın onu həyatına iradəsindən möhkəm tutur. Allahın bizlərin təbir etdiyi budur. Öz ənamlarımızla bu şəkildə birimizə xidmət edir. 5-ci ondan ibarətdir ki, Matt 28-ci fəsil 19-cu və 20-ci ayələr. Başqalarına İsa Məsihi, onun sevgisini tanıtmaqla. Allahın arzundan ibarətdir ki, ona ibadət edənlər çoxalsın. Onun müjdəsi dünyanın hər bir tərəfinə yayılsın. Və İsa'nın kimliyini paylaşmaq, onun müjdəsini yaymaq, Məsihlərin hər birinin ən böyük məsuliyyətidir. Yəni, Matt 28, 19, 20 xüsusi bir əmr deyil. Yəni, sadəcə pastorlar üçün, sadəcə missionerlər üçün verilmiş bir əmr deyil. Əslində, hər bir məsihçinin DNA-sı olmalıdır. Hər bir məsihçinin ən böyük çağırışı olmalıdır. Ancaq Məsihin müjdəsini bütün millətlərə yaymaq. Və çox maraqlıdır ki, bizlər şagirdlərin həyatda bu nümunəni gördük. Şagirdlər yayıldılar, İsa'nın sevgisini bütün bəşəriyyətə elan eləmək üçün. Və hamısı doğrudan əzab çəkərək öldürüldülər. Görməsinin sevgisi o qədər böyüdür, o qədər onun sevgisini dərindən başa düşdülər ki, onun sevgisini bütün millətlərə bəyan etmə uğrunda öz canlarına qurban verdilər. Çünki insanlar xilas olanda, ona Allahın adını iman edəndə, Məsih adını xilaskara qəbul edəndə, Allah ən çox o zaman izzətlənir. Bitirməmişin içindən belə bir terminə istifadə edirəm, hansı ki, Coram Deo'dur. R.C. Sproul öz məqaləsində bunun haqqında danışırdı. Bu Allahın üzü deməkdir, Coram Deo. Açılımı isə həyatı Allahın üzünün qarşısında
onun hakimiyyəti altında və onun izzəti üçün yaşamaqdır. Bizlər dua edirik ki, ya Rəbb, sənin huzuruna gəlirəm. Amma əslində həyatımız onun huzurunda keçir. Həyatımız onun hakimiyyəti altında keçir. Yəni ona görə də həyatımızı onun izzəti üçün yaşamalıyıq. Və Allahı izzətləndirən həyat tam təslim olmuş həyatdır. Yəni Allah həyatımızın bir hissəsi deyil, amma tamamilə olaraq mərkəzidir. Allah bizim həyatlarımızın tamamını istəyir. Sadəcə bir hissəsini yox. Əminəm ki, həyatlarınızda elə hissələr var ki, hələ də Allaha təslim etməmisiniz. Sən bunun haqqında düşünəsiniz. Həyatınızın hansı qapıları Allaha bağlıdır? Və sizi ruhlandırır, həmin qapıları Allaha açasınız. Öz qorxularınızı, bəlkə hansı bir bərdiklərinizi, Allahın iradəsi uyğun olmayan münasibətlərinizi, gələcəyinizi, narahatçılıqlarınızı. Çünki Rick Warren belə deyir ki, Allahın səni necə sevdiyini nə qədər çox dərk etsən, ona təslim olmaq bir o qədər asan olur. Çünki Allah xeyirxah olan Allahdır. Bizlər ona etibar edə bilərik və onun izzəti üçün yaşamalıyıq. Görüşmək istəklərim bu qədərdir. Bazar gecə xeyirlər versin.